Qurban Qurbanova daha çox bənzədilən biz Pep Guardiolanı götürək, Conteni götürək və ümumiyyətlə bir çox məşqçiləri görürük ki, oyunda emosional olurlar. Bax, çılğınlıqla emosionallığında yəqin ki, bir sərhəddi var. Amma məşqçilər görür ki, hərəkətli olurlar. Məsələn, Simeon özü də baxırsan, hər zaman hansısa o hərəkətləri eləyirlər. Mənə elə gəlir ki, Qurban Qurbanov dünya futbolunu çox yaxından izlədiyi üçün bunu bir tendensiya kimi də istifadə edir. Belə görünür ki, məşqçilərin üzərinə düşən missiyalardan biri həm də komandanı, futbolçuları lazım olanda silkələməyə bacarığıdır. Yəni, bu bir jestlə ola bilər, bu bir əsəblə ola bilər, bu hansısa bir aşırı bir emosiya ola bilər və mən təxminən belə başa düşürəm, çünki Qurban Qurbanovu yaxından uzaqda hamımız tanıyırıq, səbirli adam, təmkinli adamdır. Amma futbolçuların o beyninə toxunmaq istəyir və bir şey nəzərə almaq lazımdır ki, Qurban Qurbanovun əsəb göstərdiyi epizodlar adətən bir futbolçunun top itkisi ilə, bir futbolçunun hardasa bir epizodda əyri zərbə vurması ilə bağlı deyil. Fikir ver, bu daha çox intizamla bağlı olan məsələlərdir. Elvin Cəfərquliyev oyun gedir, üzünü çevirib, cəmaata baxır, top gəlib, bəlkə də boş qapıya qol vura bilərdi. Kadzi Borges'e hakimdir, buradan çıx, gedir, oradan çıxır, sarı vərəqə alır. Və ona görə dediyim odur ki, mənə elə gəlir, bu da Qurban Qurbanovun müasir futbol tendensiyası ilə ayaqlaşmaq baxımından məşqçinin üzərinə düşən tapşırıqlardan biri kimi icra elədiyi metoddur. Mən belə başa düşürəm. Bəlkə də yanılıram, o da ola bilər. Amma məşqçilər zaman komandanı silkələməlidir. Məşqçilər zaman futbolçuları o yuxudan oyatmalıdır. Müasir futbol həm də bunu tələb eləyir. O, əvvəlki dövrlərdə daha çox o cür məşqçilər vardı ki, çox sakit dayanırdılar, ümumiyyətlə oyun boyu çox az danışırdılar. Məsələn, Labanovski otururdu, yellənirdi, həmişə yadındadır öz ehtiyat oyuncular skamyasındakı yerində. Heç demək olar ki, çox az hallarda çıxıb nəsə deyirdi. Düzdür, onu mən daha çox yaşlı vaxtlarını müşahidə eləmişəm. Amma demək istədiyim odur ki, bəlkə də bu bir onun doğal halıdır türklər demişkən. Bəlkə də həqiqətən də əsəblərinə artıq toxunmağa başlayıb bəzi şeylər. Amma ola bilər ki, bir ehtimal da var ki, bu müasir futbol məşqçiliyi tendensiyasıdır.